Qağa, belə məhsulla planı 100 nədir? 150, 200'e kaldırır. Ha, sen hele bu yüzü kaldır görüm. Ay malades. Ha, Kubuş. Bəli qağa. Dağıtma gəlirəm. Ha, Bəli. Kubuş. De görüm bunlar hardan da. Ha? Bazardan. Ay malades. O yeşillerden bir cüt getir görüm ha. Ne kadar tərəvəz vermişsən dedin? 40 ton. Tər badımcan, əla pomidor, qarpız. He, bazar söhbət eləmə. Tər badımcan, tər qarpız. Savadla danış. Denən badımcan istehsalı, qarpız tədarükü. Heh. Buyur qağa. Bak. Gedin işiniz olun, gedin ha. Bak, bunun biri yarım kilo. İkisi 1 kilo. Badımcanın qartmışına, pomidorun göyünə, dəymişinə, soğanın qurusuna, yaşına, qarpızın kalına, ötmüşünə baxma. Yığdır, yoldur, planı doldur. Vallahi qağa, bunu havayı da versen alan olmaz canım için. Alan olmaz ne de. Son 2 ayda Bakının meyvə tərəvəz ticarəti şəbəkəsi 1500 tondan çox məhsulu çıxdaş eləyib tuğlantı kimi satıb. Özü də neçəyə satsa yaxşıdır. Neçəyə? Tonu 1 manata, 10 kilosu 1 qəpiyə, müftə, havayı. Bizim xırım-xırda heyvana yem olan 1000 tonların yanında nədir? Dəryada damcı. Hay, malades.